İzləyicilərimizin ikinci sualı fon hesabları haqqında oldu. Yəni fon hesabları yəni məsləhət görmürəm bir mənalı olaraq. Nə üçün? Çünki dediyim kimi illüziya var, fantaziya var, nağıl var, mif var, arzu var, istəyi var, xəyal var. Yəni bunlar normaldır. Amma fon hesabları isə bunların heç biridir. Nə üçün? Çünki hər hansı bir insan fikirləşir ki, bu deyək ki, broker kompaniyaların atdığı növbəti deyək ki, manipulativ bir addımdır və sizin cibinizdəki olan 30 dolları, 50 dolları belə mənimsəmək istəyir. Və bunun müqabilində sizə böyük demo da deyil uşaqlar bu. Böyük bir xəyali bir rəqəm vermək istəyir sizə hesab şəklində ki, siz bunu idarə edəsiniz ki, bundan pul qazanasınız kimi bir fikir yaradır sizin təxəyyülünüzə. Amma bu heç də düzgün deyil, əzizlərim. Sizin elə bir ki, cibinizdə olan 30 dolları, 50 dolları oraya yatırıb böyük hesab almaqdansa, siz fikirləşirsiniz ki, mən məsələn 5.000 dollarlı, 10.000 dollarlı nə vaxt bu pulu yığıb trade edə bilərəm, yatırıb trade edə bilərəm. Ondan sonra 30 dollar verim, 50 dollar verim, 5.000'li, 10.000'li bir hesab alım. Siz onu fikirləşirsiniz. Amma fikirləşmirsiniz ki, orada olan şərtlər sizin 30 dollarınızı, yəni qısa bir zaman ərzində sizdən ala bilər. Çünki o şərtləri keçə bilməzsiniz. 30 dollar və 50 dollar getdi. Bundansa, əzizlərim, yəni 30 dollarlıq yəni yatırıb fon hesabı almaq istəyirsinizsə və ya da 50 dolları yatırıb fon hesabı almaq istəyirsə, bundansa siz yaxınlaşın bizə. Mən sizə həmin 30 dolları real olaraq hesabınıza verim. Siz də üstünə 30 dollar qoyun, ticarət edin. Və yaxud da 50 dolları yatırmaq istəyirsinizsə, fon hesabı almaq istəyirsə, 50 dolları yatırın. Mən də sizə 50 dollar bir real hesab verim. Həmin 50 dolları üstünə qoyun, olsun 100 dollar və ticarət edin. Yəni gün ərzində əgər 3 dollar və yaxud da ki 5 dollarla qazanarsınızsa, bu sizin özünüzə yəni məxsus olacaq, sizin özünüzün cibinizdə olacaq və sizin balansınıza gələcək. Amma belə deyək də, həmin bu 50 dolları verib 10.000 dollar bir hesab alarsınızsa, yəni bu tam olaraq yanlışdır. Çünki qısa bir zaman ərzində onu itirərsiniz. Bundansa yaxınlaşın bizə. Yəni ay ərzində 300 nəfər üçün 30 dollarlıq 20 nəfərə seçilmiş insanlar üçün, traderlər üçün, yəni real bir hesab verirəm. Üstünə o qədər də yatırın, rahat bir şəkildə ticarət edin əzizlərim. Fon hesablarından uzaq durun.